Mətndəki problemlərə aid edilə bilməz. Kostyanın haqsız cəzalandırılması bu doğru fikirdir. Çünki Kostya bağbanın oğlu olduğu üçün günahı öz boynuna götürür. Əslində onun heç bir günahı yox idi və haqsız yerə cəzalandırılır. Uşaqlar lazımi anda susub həqiqəti gizlədirlər. Bəli, bu da var idi. Müəllim işdən qovulmuşdu. Bəli, o qubernatorun arvadına yaxınlaşaraq onun övladında problem olduğunu və ona kömək etməli olduğunu qeyd etdikdə onlar bunu xoş qarşılamır və onu işdən qovurlar. Gavalı ağacının sındırılması da mətndə qeyd olunub. Amma qubernatorun arvadının qəddarlığı isə mətndə qeyd olunmamışdı. Çünki bu hissədə görürük ki, o yaxınlaşır, deyir ki, sizin oğlunuz zəif xarakterlidir. Onun düzəlməyinə kömək edin. Bu zaman qubernatorun arvadı ürək getmək tutur və əmim çox əsəbləşərək müəllimi qapıdan itələyib qovur. Yəni burada qadının bir rolu yoxdur. Qadın bu xəbəri eşidəndə ürəyi gedir, amma əmisi qəddarlıq göstərir, yəni müəllimi işdən azad eləyir.